Yeni kameramı yoxluyum. Bu günləri Mərakeşə gedirəm. Daha doğrusu öncə İsveçdən uçacağam Londona, Londondan da Mərakeşə. Sadəcə paltarım xoşuma gəlmədi. Əynimdə olan cins şalvarım nəsə xoşuma gəlmədi. Rəngi, ruhu biraz daha çox genişdi. Ona görə gedim özümə paltar alım. Həm də uçuşum birazdandır, indi deyil. Hələ var uçuşuma. Üstümdə nardı pul var, İsveç kronu. Gedim onu dəyişim. Burada hər yerdə dəyişmək olmur faktik olaraq. Gedim onu dəyişim, kronu. Eləyim euro. Çünki Almaniyada mənə o euro lazım olacaq. Hazırda yaşadığım binadır. Çox güman ki, bir neçə müddətdən sonra, bir neçə aydan sonra köçəcəm bu binada. Maşını da burada qabaqda park eləmişəm. Maşınla getməyəcəm, maşını saxlayayım. Qatar və uşaqların səsinə bax. Hələ ki şey var, üstümdə əcəb qəşəng hava var, super hava var. Maşını burada park eləmişəm. Gedim özümə şalvar seçim, görüm göstərə biləcəm şalvarımı. O cins şalvar nəsə xoşuma gəlmədi, çox enlidir. Dəyişim onu. Dəyişim və bundan sonra qəşəng özümə bazarlıq eləyim. Evdə qalıb, hayf ki. Çox təəssüf ki, qaldı evdə. Amma indi saat neçədir? İndi saat 14:38, 37. Hal-hazırda 11 dərəcə isti var. Ona görə qəşəng, hava ləzzətlidir. Dedim özümə, çünki bu qalınlı cins məni narahat eləyəcək Mərakeşdə. Səhv eləmirəmsə Mərakeşdə istidir. Nazik bir paltar alım. Saat 17'də də uçuşumdur. Yəni 3-4 saatdan sonra uçuşumda hələ mən gedirəm paltar almağa. Məndə olan rahatlığa bax da yəni. Ay. Gəldim görüm burada nə seçə bilərəm özümə. Xanımlar üçün həmişə çoxlu seçim olur. Amma kişilər üçün heç nə olmur. Elə şalvar da buradan almışam almağına. Amma görüm indi nə ala bilirəm. Tam yerlərdə paltar seçməkdən. Bir dənə də bundan götürürüm. Bir qara, bir yaşıl. Dedim yoxlayım görüm. Allah, paltar seçmək olmur. Qarın yekə. Nə var? Qarın yekədir, konkret. Ayaqlar balacadır deyən, hə? Heç nəsə tapa bilmirəm. Belə bir şey götürdüm. Elrazmer. Gedim gör. İsveçdə maşın sürmək qədər maraqlı ikinci bir şey yoxdur. Yəni yollar o qədər rahatdır da, insanlar o qədər qaydalara əməl edir ki, demək olar ki, yəni heç vaxtda heç bir problem yaranmır. Yanlış sürürsənsə, nə bilim deyək ki, fərqli bir yola girirsənsə səni gözləyirlər. Dəli kimi sürən yoxdur. Qayda qanunla. Yəni kakraz bu kamera var, bu kamera ilə İsveçdəki yol hərəkət qaydaları, yəni etik normalar, davranışlar, buranın yolları biraz pisdir. Bax, bu keydir. Belə tupoylar olur bəzən. Gözləydi İsveçə. Bu da ərəbdir. Yəni başını salıb ölmək istəyir. Təriflədim, zibili çıxdı. Yox, mən o tərəfə getməliyəm, yeri gəlmişəm. Çünki dərzi o birisi tərəfdədir. Normalda parkingdə 4-5 ilə sürə bilərsən, sürətli sürmək olmaz. Geçdim euroya. Məndə özümdə bir 200 kron qaldı. Yəni Avropada zaten gələn həftə Almaniyaya uçacağam. Eurolar orada mənə lazım olacaq. Euro. Burada deməli şey var. Dərzi var. Dərzidə verdim. O da prosta yarım saat deyir. Yarım saat çoxdur da prosta. Benim şalvarı amma deyir bir 15 dəqiqəyə hazır olacaq. Prosta 175 kron. 175 kronun 17 avro. 16 avro deyək. Çox bahadır. Yəni şalvarın özünü elə 150 kron almışam da. Şalvarın özünü 15 avroya almışam, ayağını kəstirmək 16 avro. Yəni nəysə olsun, boş ver. Həyatda bir dəfə gəldik yalanla. Yəni kola alım, kola içimi. Burada yaxşıdır indi. Kolanı özün alırsan, özünlə yaxınlaşdırırsan, özün də ödəyirsən.
Skana varır, Intermedlem. Oldu la. Gözdəydi. Oy, fırçet. Kartla ödəyirsən bura. Bir dəqiqə, ya bizimkilər. Salam. Götürürsən və çıxırsan. Özün özünə xidmət edirsən də bir sözlə. Yəni, başqasının sənə xidmət eləməyinə ehtiyac qalmır. Tez bazar. Tak, girdin çıxdın, yoxsa 2 saat növbədə gözləməlisən. Gedim görüm o dayda nə qədər vaxtda kəsəcək şalvarımın ətəyini. Açıl simsim, açıl olur. Maşını bağladım. Maşından şalvarı götürdüm. Neyse, indi gedim evə. Saat həddindən artıq. Yəni, çox pis vaxtı. Saat həddindən artıq söhbətə baxda, yəni. Deməli, mənim qədər qəribə ikinci insan yoxdur da. Çünki assistent, bax, bizə dəqiqə, bunu necə dəyişim? Hal-hazırda, ayda görsənmir, hə? Deməli, 3 saat 49 dəqiqədən sonra görsənirmiş. 3 saat 49 dəqiqədən sonra uçuşumdur. Mən hələ indi evə gedirəm. Buradan da aeroporta getmək təxminən 1 saat zaman alacaq. Yəni, hələ yemək pişirməliyəm. Yemək yeməliyəm, çünki acmışam. Amma süddaş pişirəcəm özümə. Süddaş pişirim, yeyim. İsveçin. Gözəl görsənir, amma buralar. Yox. Qəşəngdir məncə. Yemək pişirim, yeyim, ondan sonra gedək. Qəşək. Yaşadığım evim. Evim. Bu ev çox güman ki dəyişiləcək. Ayaqqabıları çıxardım. Bura mənim mətbəxim. Burada yataq otağı, divan falan. Belə. Bu da mənim Osmo'mun haqq hesabları. Konkret olaraq. Özümə yemək pişirim, ondan sonra gedək. Uçuşa 2-3 saat qalıb mən süddaş pişirəm də, yəni təsəvvür elə. Məndəki həvəsə bax. Ürəyim nəsə süddaş istədi. Məndəki rahatçılıqdan olmuyor da. Bilmirəm necədir, nauşniki taxdım. Ümid edirəm ki, səs yaxşı gələcək. Görüm, gedim maşından nauşniki götürüm və bundan sonra avtobus, daha doğrusu öncə tramvay, sonra avtobus, sonra da təyyarə. Öncə Londona, 4-5 saat Londonda qalacam, oradan da Mərakeşə, perisadka ilə, tranzitlə yəni. Görək indi yolculuğum necə gedəcək. Ki, maşın açarı məndə yoxdur. Maşın açarı olmadığına baxmayaraq, telefonla maşını açıb bağlama olur. Çapalın texnologiyası. Yaxşıdır. Nəysə, nauşniki də götürdüm. Daha doğrusu qabını. İçi məndədir. Qabı boşdur. Gedək. Ya bizimkilər. Görüm. Bu da bizim tramvayımız. Avtovağzalar. Bu da bizim otovağzalımız. Gedim indi. Avtobusumu tapım, gəlir. Oradadır deyəsən. Qaroçu belə bir şey. Qəşəng çəkir, xoşuma gəldi. Ləzzətli çəkir. Burada da növbədə dayanıblar. Yox, bunlar başqa yerə gedir. Aha, mənim avtobusum oyuna gəldi. Oradadır. Benim avtobusa miniş başladı. Böyle oldu hala. Getdik. Harada istəyirsən orada otur. Avtobus çatdı.
İndi qaldı bizcə gedib şeydən keçmək. Mənim buradan keçməyim üçün biletimi çıxartmalıyam. Biletim də buradadır. Deməli başda bloger olub getmişəm. Görək səs necə olacaq, naushnikə də taxmışam. Bir şey yaxşıdır ki, Osman'ı düzdür hələ ki tam funksiyalarını istifadə edə bilmirəm. Amma yavaş-yavaş öyrənəcəm. Üzümü fokusda götürüb və ona görə də çəkir. Xeyli adam var ha. Ya da yavaş-yavaş yoxlayırlar ona görə. Amma yəni gəlir də cəmaət. Özümü konkret bloger kimi hiss eləyirəm yəni. Yeri var. Bu arada bir də çox çətindir. Həm TikTok üçün video çəkirəm, həm burada birbaşa YouTube üçün video çəkirəm. Bizim aeroportun duty free'si. Arada girib duxulardan fıskırtmaq lazımdır üstümə. Prada. Görün Prada'nın iyi necədir. Parfüm axtarıram, Creed. Nəysə bir nəfərin tırkası ilə almaq istəyirəm onu. Amma biraz bir 200-250 avrodur. Prosto tapa bilmirəm. Hər yerdə yoxdur deyəsən. Axtarıram, tapa bilmirəm. Gəlin də qızdan soruşum, bilməm, haradadır. Bəzi duxular var ki, istifadə eləyəndə belə həddindən artıq çox şirin gəlir, ya nə bilim, hədsiz çox fərqli ilər gəlir, bilmirəm. Sevmirəm yəni. Bir sözlə. Ümumiyyətlə insanın öz bədəninin iyi, təbii iyi hamısından gözəldir. Ən yaxşıdır. Mən indi orada pasport kontrolu keçməliyəm. Çünki İsveçdən çıxmalıyam. Təkər məncə xoşuma gəldi. Ümid edirəm bundan sonra şeydə daha yaxşı çəkəcək. Mərakeşdə daha fərqli, gözəl kadrlar çəkə biləcəm. Çünki ora tamamən fərqlidir. Ümumiyyətlə mən 23-cü qapıdan keçəcəm. 23-cü qapıda oradadır. Pasport kontroldan sonra bir sözlə, yəni ki, keçim pasport kontrolu, ondan sonra devam. Konkret Londonu Bakısını qayd eləmişəm. Dəyyoramıza bu, dəyyoramıza. Bomboşdur, elə də çox adam yoxdur. Samolyot bomboşdur, görürsən. Londona çatdım, indi qaldı 2-3 saat gözləyib buradan tranzitlə Mərakeşə uçmaq. Özüm ölüm yıxılmışdım. Mənə maraqlı olan odur ki, mən transferə girəcəm, yoxsa Londonun içinə girməliyəm. Baxım görüm, heç bilmirəm yox. Görən birbaşa transferə keçəcəmsə, heç pasport kontrolu keçməyəcəm. Amma maraqlıdır. Aeroport bayağı böyükdür. Ona görə flight transport, pasport kontrol. Yəni get ki gedəsən də bir sözlə. Konkret olaraq bu tərəfdə təyyarəyə minənlər gedir. Bu tərəfdə isə təbii ki bu da mənim kimi tənbəldir. Buradan da deməli pasport kontrola keçirik. Qalxırıq yuxarı. Buraları tanıyıram. Yenə gəldim, çıxdıq bu sərhədin yanındakı şeyə. Karoçi. Bu dəfə yəqin ki keçə biləcəm. Skan eləyə biləcəm. Transferdən keçdim. İndi daha doğrusu pasport kontroldan keçdim. İndi qalıb bircə dənə hara getməyim bir yer. Burada amma çıxışdır. Niyə çıxışa getməliyəm? Onu anlamadım. Bu qız da mənə interesini baxır. Deyir, bu niyə dəli kimi öz-özünə danışır? Mən bloger adamam. Mən danışa-danışa gedirəm. Ağlısı odur ki, deməli, buralardan çıxırsan.
Çıxandan sonra aha transfer. Exit here. Deniyorum. Keep clear. Transfer hardaymış? Arrive passenger. Hardasa transfer olmalıdır. Mən oradan elə bir şey transferə girməliyəm. Çıxmamalıyam. Keçən səfər amma çıxdım tramvay. Yəni bir də ay transfer hardasan? Səni axtara qalmışam. Hadi gəldim, çıxdım yenə çıxışa da. Transfer deyə qaldım mən. Nəysə. Bura çıxışdı da. İndi təzədən bir də gedim. Çekim. Oh, sorry. Oh, it's okay. Azərbaycanda dayday olsaydı, köpək oğlu, indi ehtiyatlı ol da, yol ver də. Ayağımın altına baktı. Sorry. Neyse, indi çekinə gedək də təzdən. Mən bu arada heç xatırlamıram ki, şeydə bir dəqiqə London, Mərakeş biletimi mən çekin eləmişəm, yoxsa yox. Tak, burada nədir? Gothenburg, Stensda, bu okeydir. Çekin eləmişəm. Ürəyim düşdü, ay brat. Bunların depurçasını tapaq. Deportasiya. Görüm hardan çıxır. Kamerayı hələ öyrəşənməmişim, düzüm qoşma. Baxamda da qızlar oradan şeydən keçmək istəyirlər. Bax, bu uçuşlar bağlıdır. Çünki bundan sonra uçuşlar yoxdur. Bir də səhər tezdən açılacaq. Karoçi, yəni aeroportun içində çöplətmək lazımdır. 5-6 saat. Nəysə, belə. 5-6 saat yox, indi saat 11-dir. Saat neçəyə qədər? Gecə 3-ə qədər, 3 saat öncədən olmaq lazımdır. 6-da çünki çıxır səhər-səhər. Yəni, dolayısıyla 4-5 saat burada aeroportun içində çöplətmək lazımdır ki, vaxt geçsin səhərə qədər. Hər halda aeroportun girişini bağlamazlar. Samolyotda yatmışam konkret, gözüm başım şişir. Nəsə pasportuma peçat vurdular. Aeroportda, Mərakeşin aeroportundayım. Manalı aeroportdur. Amma 2 dəfə pasport kontroldan keçsə. Elə ki, pasport kontrolu peçat vururlar, yoxlayırlar, keçirsən, sonra polis bir də yoxlayır. Sonra bir də yoxlayır. Yəni, bir dəfə yoxladım, da, yəni, nə bilim. Bu arada, yəni, maraqlısı odur ki, bir neçə hissədən keçirsən. Burada pulu dəyişmək lazımdır deyəsən. Sadəcə 2 gün qalacam, 2 günə 100 avro polunu bəsim. Çıxa bildim aeroportdan. Amma qəşəngdir, belə işıqlı kimi. Görək necə olacaq buralar. Havası istidir. İsveçdə mən də taksi sürürəm. Yəni biz belə hayasızlıq eləmirik də. Taksi. Yox. Proqram var da, Uber bol. Sifariş eləyir, gəlir adam balası kimi. Oturur, çıxır, gedir də yəni. Niyə özünüzü cırırsınız ki? Taksi. Yəni. Deməli, bu 10 dirhəmdir, bu birisilər 1 dirhəmdir. Avtobus bileti sadəcə 30 dirhəmə. Taksi 150 dirhəmdir. Düşən kimi ilk qarşılaşdığım təəssürat sidik gəlir, çünki orada atlar var. At arabaları. Yəni hər yerdən sidik gəlir konkret olaraq. 18 dərəcə isti var. Yəni bu əslində istidir. İndi onu dəyişəcəm. Küçənin ortasında dəyişməyim deyə qalıb. Amma burada atlar var deyən, bu iyi də atlardan gəlir. At arabalarından. Konkret Həsən Soxdu dəyirmanında kim hardan gəldi sürür, kim hardan gəldi keçir. At arabaları, nə nizam var, nə intizam var. Yəni. Qəşəng. Qəşəng meydanları var amma ləzzətli. Meymun oynadanlar var orada. Burada elə bir hissiyyat var ki, sağ qalmaq üzrə mübarizə aparsan da konkret olaraq.
Çünki yəni soxan soxanadır. Çatan kimi deyir, meymunla şəkil çəkdir. Pul ver. Dəlixanadır da bir sözlə. Bazara bax bir dənə. Yeri var. Ötü. Hamısı çağırır ki, gəl burada sok iç, nə bilim ana. Qışqırır bax, hey. Sata bilmədi, dilixor oldu. Konkret neyse, dəlixanadır da bir sözlə. Sakitləri də var, hayasızları da var. Saxladı orada taksini. Sən səhv girib, nədir? Dillərini başa düşməsəm də başa düşdüm ki, nəsə deyir, sən Allah, bırax gedim. Dedi, yox, sənədləri ver. Orada yoxlayır. Neysə, maraqlıdır belə. Bir sözlə. Bu da bizim bazar. Bizim deyəndə Mərakeşin bazarı. Bizim elim Mərakeşdə mənə ilk qarşılayan şey eşşək oldu da yəni. At bir də eşşək yeri var. Bundan şəkil çəkdirəcəm. Qardaşın qəşəng işi var. Konkret 20-30 il bundan qabaq o cüt elədiyi şeydən bizdə də var idi. Cütcüllədirdik. Mərakeş 30 il daldan gəlir. Cəmaatın içinə araba keçir. Motosiklet keçir bazarın içinə. Dəlixana da bir sözlə. Bundan mənə lazımdır. Bir dənəsini alacağım, amma hələ indi yox. O təmiz nar suyu. Bunu içərəm də mən. Bunu mən içərəm, təmiz nar suyu. Buranı mən tıkladım. Narlara bax bir dənə. Nar suyundan bir dənə sok. Ölüm, nar soku deyil, baldır, bal. Yəni bunlardan alacağım mən. Düz deyil, indi 2 avroluq deyil, yəqin ki burada yerli bazarda ucuzdur. Amma daydayı narları baldır ya konkret, şip-şirin, ləzzət. Bu kadar xalçalar, yavaş. Daydaya bax, elektrik VSB sürdü. Xalçalar, palazlar, hər şey var. Qarot deyəm, ürəyin nə istəyir, tapmaq olur burada. Prosta bunu atmağa bir dənə yeri tapamadım mən. Zibil qabı yoxdur. Əmirdən, gümüşdən, nə bilim, tuncdan, misdən. Yəni, əl işləri ilə nə istəsən var da, ürəyin nə istəsə tapa bilərsən burada, yəni. Konkret olaraq. Bir sözlə. Maraqlı restoranlar da var. Teras. Hamısı da şeyin üstündədir. Belə girişi buradandır. Üstü, burada hamamdır. Ola, kanalizasiyanın iynə bax. Anqıra-anqıra danışırlar da, yəni konkret olaraq. Bunun içində 99-80'lı kurs. Burada 10.75. Yəni daha yaxşıdır. Bazarın içində dəyişmək daha sərfəlidir, nəinki. Maraqlı yerlərdir ümumiyyətlə. Bir sözlə arqan şeylər odur ki, bax dəridən, təmiz dəridən belə interesli əl işləri. Bunlar hamısı yəni özləri əllə tikiblər də, hazırlayıblar. Buna bax belə bir şeylər zətdə maraqlıdır. Yəni dəridən bu cür çantalar kişilər üçün. Hop. Qayışlar. Bunlar bax ümumiyyətlə antikvar bir şeylərdir. Əcayib, qəraib. Bir sözlə. Çox maraqlıdır. Remənlərə bax hala. Maşın, at, eşək, motosiklet. Yəni bütün nəqliyyat vasitələri var da burada. Dəlixanadır. Yəni özdə şeydir, keçə bildin də, yəni vurdu. Maraqlı cəhət odur ki, yerli cəmaət çox qalın geyinir. Turistlər hamısı nazik geyinir. Məsələn, mənim imkanım olsa, əynimdəki paltarı çıxardacam, amma
Yerli cəmaatın hamısı bununla kurtka ilə gəzir. Eşşəkdəki konkret bilmirəm onu eşşəyi sürən eşşəkdir, yoxsa eşşəyin özü eşşəkdir. Bax, yerli cəmaatın hamısı konkret çox qalın paltarlar geyiniblər. Amma hansı ki 18-20 dərəcə isti var da yəni. İsveçdə biz bu havada konkret olaraq ikinci eşşək. Yəni eşşək burada konkret nəqliyyat vasitəsidir. Daxili nəqliyyat vasitəsi. Dairəyə bax, palto geyinib konkret. Çox. Eşşəyin iynə var. Narları amma çox bəyəndim. Narlar müthişdir, müthiş. Dedim orada nəsə məscid var deyəsən. Şirniyyatları konkret olaraq bizdəki kimidir. Elə fərqli qeyri-adi bir şirniyyat görmədim. Prosta üstünə kakos səpiblər. İkinci, üçüncü yerdir. Eyni şirniyyatlardır bizdəki kimi. O fransızlarda zətdə var, evlər, ləzzətli. Baba, nəticə maraqlı bir şey. Yağlı çörək. Bundan mən Belçikada yedim. Bunlardan bu içi ətli mətli. Neyse, karoçi. Adamın başı gicərlən. Yılan balığı değil bu. Sana bir dənə iyi gəldi burada. Nəsə pişirirlər. Bilmirəm. Açıq ət, bağırsaq. Yemiş bax, yeyərəm. Yemiş, çiyələk. Yemişin yeri var. Burada dadlı olacaq. Səs suya bax bir də. Motosikletlərdən çıxan iyi var. Daha doğrusu motosikletlərdən çıxan qazlar. Bu nə da? Dəlixanadır səni. Özüm önüm dəlixanadır. Gör-göyərtiyə bax. Xəstəlikdir başdan ayağa. Motosikletlərin o çıxan qazların hamısının burada insan uzun yaşamaz. Dədi, təpəsi. Pişiyə bax. Nəysə, buralar çox təmizdir. Ətlərə bax elə. Nə biləm, nəysə. Allah, bura gəlməyin mənası yoxdur. Yeri yoxdur. Yəni İsveçdən sonra belə şeyləri görmək insana çox vəhşi gəlir. Bu nədir? Mən cənnətdə yaşayıram, qardaşım. Buralar sözün əsl mənasında vəhşixanadır. Çox kontrastdir. Bir turistlər, bir də yerli insanlar. Üstüyə bax. Heç olmasa elektrikli sürsələr, özlərinə də, burada yaşayan insanlara da, yəni burada işləyən insanlara da faydalı olar. Həm də səsi çıxmaz. Dırr o yana, dırr bu yana. Başım yetdi konkret. Bu almalar xoşuma gəldi. Banan da xoşuma gəldi. Amma buralara mədəniyyət gəlməz. Buralara mədəniyyət gəlməz. 500 il keçsə də burada heç nə dəyişəsi deyil. Yəni, ümumi mənzərə belə bir şeydir də. Eşşək, taksi, основной Renault'dur, motosiklet. Eşşəklər avtomat korobkadır. Təpəsinə vurduqca atır ikiyə. Canım ay eşşək. Yəni belə. Həsən soxdu dəyirmanıdır. Piyada keçidinə yol verən yoxdur. Nəysə də, yəni bura mədəniyyət gələsi deyil. Ay brat, gözləyirik. Bunlar nəyə gözləyirlər mənim başım üstünə? Normalda dayanmalıdırlar. Sağ olun, sağ olun. Taksilər çox sağ olun, halal olsun sizə. Uşağı əl eləyir kameraya. Qoymayan söyüş var, qoy. Burada nəsə divar zadı var. Həmzə.
Ne bilim ay brat. Belə də. Yəni 2 gün cəhənnəmə deyib gəzmək olar da buraları. Əla isti var da. Amma binanın quruluşu, pəncərələr, çirk içində və gəlirsən belə Azərbaycanda kimi yol qutarır. Gedirsən yersən yol qutarır da, bitdi, vəsiyo. Da xurma ağacıdır. Palma üstündən xurma tökülür. Sürtə-sürtə gedirik. Sürtə-sürtə yüngül vari. Üstündə görüm xurma var, hə, var. Həddindən artıq çoxdur. Gəlir dağılımı həddindən də. Məsəl üçün BMW, X5, X3 bahalı maşınlar görürsən, at faytonları görürsən və eşəklə yemək satan, nə bilim deyək ki, meyvə satan insanlar görürsən. Yəni kontrast həddindən artıq çox. Yolda da ki, təmir gedir deyənə məcbur yolun ortası ilə getmək məcburiyyətində qalmışam. Nə var? Dəm, dın, səs, küy. Adam başı gedər burada. 2 gün bəsdir. Bu dayday ayaqqabı təmizləyəndi. Ayaqları deməli arxamda bir dənəsi var. Ayaqqabı təmizləyir. No, thanks. How much? No. Just how much? Thank you. Just question. It was no. I don't need. I know. I don't need. Thank you. No. Tıraşı ver sənə. Deyir, gəl ayaqqabı təmizləyir. Yəni 2 avrodur, böyük bir şey deyil. Ayağı qoyursan təmizləyir. Yəni mənim üçün biraz çox pis gəlir. Yəni adamın həm ürəyi ağrıyır, həm də ki, dilənçiyiz ha. Yəni dayday dilənir konkret. Nəysə, yaşam standartı aşağı olanda, yəni belə yerlərdə yaşamaq mümkün deyil. Biz buralara zəngin kimi görsənərik də faktiki olaraq, amma əslində məndən thank you. You? I'm fine, thank you. I'm Barbara if you want to do fit. Thank you. Çox dilli dilavərdilər konkret olaraq. Nəysə, yəni tutanı soxurlar içəridə bir sözlə. Thank you. Yeah, no, I have just one day, so thanks. Yeah. Nəysə, hamı ilə danışa geyirsən də belə. Mənim tutduğum otelə bax da Səncan. Oradadır. Orada deyəsən. Əl-Ərabidir, Əl-Larabidir, nədir? Ondan. Yanında düzdür, otellər çoxdur. Burada da tikinti gedir. Yəqin ki, burada da nəsə maraqlı bir şey olacaq. Amma yəni ümumiyyətlə belə. Ümid edirəm düz gəlmişəm. Yəni otel deyil bura. Əştərxun yeridir. Neyse görək. Allah, otelin içindən bozbaşı gəlir. Lift işləmir. 4-cü mərtəbə. Konkret olaraq. Buradakı evlərin quruluşu da çox qəribə deyim, amma maraqlıdır. İndi lift işləmirdi yenə. Məcbur çıxmalıyam. Amma liftin qapısı açıqdır hətta. Məndə də otaq bu olmalıdır. Hamam, tualet. Şəkillərdə super görsənir. Amma əslində yorğan döşəyə bax. Nova Center.
Nəyi var? Balkon da varmış. Nəysə, 4 ulduzlu otel belə olurmuş. Ərəb düşüncəsində. Yaxşı 5 ulduz seçməmişəm. Yoxsa qaraca aşağıya bax bir dənə. Hələ burada sigaretlərə bax. Nə bilim ha. Yox. Mədəniyyət çətin gəlsin belə yerlərə. Axşam getdiyim restoranda dəng güya konsert verirlər. 10-15 dəqiqə belə davam edəcək, başım xarab olacaq. Bu nədir yala? Bu restoran konsert anlayışıdır. Biraz bu tərəfləri də çəkim. Görüm. Buralar da deyəsən qəşəngdir. Arxitekturası çox qəşəngdir. Buradakı konsert daha qəşəngdir. Buranın konserti daha qəşəngdir. Zalı qəşəngdir. Başqa elə bir fərqi başda heç nə yoxdur. Burada müxtəlif zallardır. Belə, yəni çəkilir bax. Hanımlar da gəlir, rəqs edirlər. Çöp şiş yedim, qarışıq çöp şiş. Kabablar bərbad. Bu da güyəndi desertdir də. Pankeklə nəsə belə bir şey gəlir. Orada da qızlar rəqs edir. Keşin həm tarixi, həm maraqlı yerlərindən biri. Qala divarlarının o birisi tərəfi qədim şəhərdir, bu birisi tərəfi yeni şəhərdir. Gedək indi ora. Yolu keçmək çox böyük problemdir, çünki yol hərəkət qaydalarına heç kim baxmır. Yəni, qoydudur da bir sözlə. Ona görə qorxa, qaça, yavaş keçirəm ki, yox, sağ qaldım yenə. Əslində Mərakeş çox tarixi, çox qədimi bir yerdir, amma təəssüflər olsun ki, çox təəssüflər olsun ki, şəhər ilk günündədir. O qədim, əzəmətli tarixindən demək olar ki, heç nə qalmır. Elə hamı siqnal verir, dit. Müştəriyə bunlar siqnal verir. Görək indi. Piyada keçidir, ehtiyatda ol. Qaçdıq. Sağ qaldıq yenə, yaxşıdır. Bu dəfə sağ qalma şansım biraz yenə var. Bəlkə. Oba. Bir sözlə qaça sağ qalmaq olur. Keşin yerli bazarı. Bazarın içindən keçin. Səs, küy, dəlixana. Mənə belə düz içəri getmək lazımdır. Ben Yadid məscididir deyəsən, səhv eləmirəmsə, baxım xəritədə. Ben Yusif məscidi və Ben Yusif mədrəsəsi məktəbi olub da yəqin ki o vaxtda. Bu bulanın yerli çörəyi. Yerli çörəkləri bu cür. Burada da ki yerli şirniyyatlar. Bizim bamiyə kimi, Şəki bamiyəsi kimi bir şeydir. Dəlixana, oyda balıq qızarlıqlar. İyi, çox ifunətli gəldi. Meyvə. Ürəyin nə istəyir var da burada. Elə bir hissiyyat var ki, sanki buradakı bazar 1000 illərin bazarıdır. 1000 illərdir burada insanlar
Yenə girmişdilər bunlar. Aha. Burada bir balaca fərqli çörəklər var, kətələr. Yavaş. Saxsı qablar, piti qabı olsaydı alardım. Canlı toyuqlar da satılır. Burada hər şey tapmaq olur da bir söz. Bircə gün gəlib gəzib bu cür buralardan keçmək məncə yaxşıdır. Müxtəlif növ ədviyyatlar. Ədviyyatlar nə şey yəni. Ləzzət ediyoruz. Nə gördüm? Çəkməyə ərindi. Deməli, bizim Şəki paxlavası kimi düyü unundan hazırlanan, amma bunlar Şəki paxlavası kimi eləmir. Arasında fındıq falan, şəkər, şərbət qoymur. Elə bir şeydir. Sistem amma eynidir, pişirilmə prinsipi. Bir də şey gördüm. Bizim tap kimi, amma içinə elə bil tək ət deyil də, ət, pomidor, nə bilim, biber qarışığı belə, sous qarışığı bir şeylər qatırlar. Aha, mən şeyə çatıram demək ki. Ben Yusif camisinə. Burada gördüm, zapravkalar, təkərli zapravka. Yəni, şəhərin düz ortasında. Hara istəyirsən, çəkirsən. Yəni, texnologiyanın anasını ağladan sistem buradadır da. Nə bilim ha. Hər şey görmək olur da burada bir sözlə. Bütün restoranların giriş qapıları buradadır. Bu giriş qapısıdır restoranın. Restoranın özü isə düz yuxarıdadır, güllü çiçəkli. Ən üstdədir, o tərəfdədir. Amma giriş qapısı buradandır sadəcə. Yəni, restoran axtaranda sadəcə giriş qapılarını tapmaq lazımdır. Çünki adətən belə yerlərdə restorandan hamısı teraslarda olur, üstdə olur. Altda olmur. Çünki alt çox səs-küylüdür. Maçkilet, dart, dur. Qışqıranlar, bağıranlar, bir sözlə, dəlixana. Ağsaqqala var, həciyə. Baş girdin ağzımıza. Belə şeylərin ortasında, küçənin ortasında bilirsən ki, ara dar sokaq var, belə dar küçələr var. Burada başqa bir yerə gedir. O belə dar küçələr, hündür binalar, maraqlı yerlərdir burada da. Kvadrat. Prosta bu evlərə yazıqlar, məsəl üçün, əşyalarını, zadını. Bura deyəsən şeydir, Heritage Spa. Spa mərkəzidir. Burada çalan hər yerdə masajları gördüm. Deyəsən, bu masaj olunanlar məhəlləsidir. Axşam burada şeylər olacaq, fəaliyyətlər. Kanalizasiyadan da çox pis iyi gəlir. Qarşımdakı məscid, Moskvaya. Növbəti dar küçə. Riyad Darla Roza. Nə desə bilmirəm, amma əməlli başlı şəkilli, dar küçəli. Portretə bax, yaşayın. Cənnət təsvir olunur. Riyad Darla Roza. Bura nəsə xüsusi bir küçədir, çox sakitdir, bu belə ola bilməz. Yəqin burada nəsə sonradan nəsə olacaq. Çünki hər demək olar ki, qapı şeydir, masaj. Burada da hamam, masaj, spa. Riyad Sofia. Bunların hamısı xüsusi qapılardır, mərəqlidir. Görən buradan yer var getməyə, yoxsa? Aha. Riyad Shamina Spa. Burada da bir spa mərkəzi var. Allah dar küçələrlə gedirəm. Hara gedirəm, özüm də bilmirəm. Hələ buna bax. Evin girişinə bax. Buradan məhəlləyə girsən də, orada da 5-6 dənə ev var, 100%. Burada da qapılar. Yazıq burada yaşayanlar. Əgər evin sən buradadırsa, sən bura mebelləri zadı nətər daşıyasan, nətər
özündən əşya alıb gətirəsən. Gərək kilometrlərlə. Salam, halal da sən. Tüpükə gəldim, çıxdım ki. Buraların ən maraqlı cəhətlərindən biri odur ki, məsələn, belə baxırsan, adi hər yer bağlıdır. Heç nə görmürsən də, deyək ki, 4 divardır, uzun binalardır və yaxud da binanın divarlarıdır. Amma qapı var, qapıdan girirsən içəri, tamamən fərqli bir cənnət açılır da üzvə. İçəridə palmalar, fontan, gözəlliklər, belə çoxdur. Və yaxud da məsələn, qapıdan girirsən içəri, görürsən pilləkən, çıxırsan, terasdır, bütün şəhər buradan görsənir. Belə cəhətləri var, amma elə buranı qəribə və mistik eləyən də odur. Baxırsan ki, heç nə yoxdur, 4 divardır, amma içəri girirsən ki, wow, nə gözəldir. Hər addım başı demiyorlar ki, polis var, hər addım başı. Yəni, çünki Həsən Soxdur dəyirmanı ilə sürürlər. Necə gəldi, cəmaat sürür, burada da polis var, burada da əsiyələr var. Bura nəsə yəqin dövlət binası zatıdır, yəni nəsə nazirliyə binasıdır. Çoxdur özünə. Turistlərin ən çox gəlib getdiyi yerlərdən biri. Yolu yəni, bacar sağ qal prinsipi ilə keçirsən, qardaş əsəbləşib, bu vəbşi əyri gedir. Bu motosikleti. Görürsən, gəlib, biraz sürətlə azaltdan o var ki, yox, qoymalıdır, nə var? Sürətlə biri uçur, bu yana keçir, biri bu yana keçir. Yəni, bu arabalarla da şey daşıyırlar, turistlərin çamadanlarını, yəni belə bazarlıq eləyənlərin əşyalarını, bir sözlə. Burada nəsə, deyəsən, təmir gedəcək. Ya tikirlər, ya sökürlər, anlamadım. Səhv eləməmsə, bu motosikletlərdə taksi kimi istifadə olunur. Minirsən, 5-10 şey verirsən, dirhəm gedirsən. Bura muzey des konfluens ayda bağlıdır ki, zibili çıxdı. Bura bağlıdır. Bu, buranın ən məşhur Başa Kofi şeyidir. Dükanlarından biri və yaxud da restoranlarından, kafeteriyalarından biridir. Bu sahib ki, bağlıdır. Normalda şeylər, restoranları çox ucuzdur. Ümumiyyətlə, yemək zat çox ucuzdur da burada. Amma şeyə ki, gedirsən, yəni şık restorana, Avropalılar və yaxud da turistlərin gəldiyi, orada bahadır. Yəni, bura ilə qiymətdə bizdir. 40 avro, 50 avro ilə də bahalı bir yer deyil. Bax, məsəl üçün, adi bir yerdir də, düzdür. Görürsən ki, elə bir fərqli bir şey deyil, amma qapıdan içəri girən kimi, hansı oteldir bura. Bax, məsələn, içəri girən kimi görürsən ki, o fərqlidir. Yəni, girişi basıb girirəm, reception. Görürsən, yəni, çox qəşəngdir də, bildin. Burada receptiondır. Gülləri zadı. Bu tərəfində reception adı, qaqaş baxır ki, bu nə çəkir? Mən baxmıram da, basıb keçirəm. Otelin girişidir. Normalda otellər, restoranlar girib çəkəndə sən nə deyirsən? Deyirsən çəkmək üçün reklam edirsən də. Ona görə, məsələn, çöldə heç nə görsənmir. Çöl hər yer eynidir. Amma içəri girdiyin zaman bir baxırsan ki, mozaik bəzənmiş, tamamən fərqli bir restoran qarşıva çıxır və yaxud da nə bilim, fərqli bir yer qabağıva çıxır. Hamam ola bilər. Burada ya hamam olacaq, ya restoran olacaq, başqa bir şey olmur. Bir gün gəlib gəzmək üçün çox maraqlıdır. Bir də bunlar mənim ən çox xoşuma gəlir. Mən elə gəlir, bunların hamısını əllə tikirlər də, fabrik məhsulu deyil. Çox. Çirkab, səsküy, özüləsi deyil. Özüləsi deyil, açıq. Belə girirsən içəri, görürsən ki, içəridə tamamən fərqli bir yaşıllıq, rəsm əsərləri, evlərin hamısı görünüşü belədir. Əl işləri. Açıq olan bütün qapılara girmək lazımdır bir söz. Hamsi. Burada Allah sekret
küçəsidir, yoxsa mərkəzidir. Burada da maraqlı şeylər var. Ha belə qapı açıqdır, açıq girdin. Məsələn, harada açıq qapı var, girirsən. Açıqdırsa, demək ki, yuxarıda dükanlar var. Hə, get vızqırt, necə deyir orada. Heç nə başa düşmürəm. Uşaqlar da quşlara baxırlar. Quş ovlamaq istəyirlər. Mən amma özü o tərəfə getməliyəm. Aha, La Jardin Secret oradır. O nədirsə qabaqda gedib onu görməliyəm. Avokadolar. Ləylərə bax, çiyələklər gəl deyir də konkret. Gəl deyir, al məni, ye məni. Çək dişləri və. Nə qəşəng qızdır. Amma burada tək qız görmədim də, yəni. Ya qrup şəklində gəlirlər, ya oğlanları ilə gəlirlər bir sözlə. Kafe Arabe. Bu Kafe Arabe də deyəsən çox məşhur və tanınmış bir yerdir. Hə, deyirəm də mənzərələri belədir. Sadəcə bəzilərinin sadəcə mənzərəsi var, başqa bir şey yoxdur. La Jardin Secret də, burada da içəridə yaşıllıqlar falandır. Sadəcə 16:30-a qədər açıqdır, yəni 30 dəqiqə öncədən gəlməlisən. Yəni bu belə. Hər tərəf daşlıqdır. Orada bu cür şeylər var. Gül, çiçək, palmalar zətlər. Elə bir fərqli bir şey deyil. Prosta belə maraqlı gəlir də ki, məsələn, hər yer beton, hər yer dördbucaq binalar. İçəridə girdin yaşıllıqlar falan. Ona görə insanlara biraz sekretli gəlir. Girəndə şey görürsən, elə bir o istidən reski sərin bir otağa girsən, eləyir səni. Eyni effekt imiş. Binaların içindən reski girirsən şeyə, yaşıllıqların içinə, adam özünü cənnətdə hiss eləyir. Bunlar İsveçi, Almanya, nə bilim, İsveçrənin zadı görmürlər də yazıqlar, neynəsinlər. Ay, səs, Bura nədir belə? Nəsə verin, mərkəz kimi. Ağsaqqal orada balıq qızardır. Həcidir, həci. Bura deyəsən yerlilərin olduğu yerdir. Nəsə bura çox pis gündədir, balıq da iylənir. Mənlik deyil, qayıtdala. Belə qapıların birində açıq yer var idi. Sən demə bura qəşək yaşıllıq bağ imiş və restoran imiş. Ləzzətli, oturdum. İndi bir dənə qara çay tapmışam, görüm qara çay içəcəm. Mozaik bir fontan. Çay, qara çay içdim. 15 dirhəm. 1 avro yarım. Normal, yaxşı, qəşəng. Mədrəsə Ben Yusif. Girişi buradandır. Buranın Ələddinin sehirli çırağına gedirəm elə bil. Mədrəsənin çox qəşəngdir. Elə arxitekturası zadı əlamışteksdir. Konkret bizim Azərbaycanda istifadə elədiyimiz ornamentlərdir. O da bizə yəqin ki, İslamdan gəlib. Giriş 50 dirhəm. Nə deyək? Girək. Girişə 50 dirhəm verdim. Belə bir Geydirmovski bilet aldım. Amma olsun, fərqi nədir? Önəmli olan wow. Bu həqiqətən də fərqli bir dizayn imiş. Yəni
Çəkilin görək. Mozaikaları əladır, sevdim. Hə, hissələr falan var. Üstə də çıxmaq olurmuş. Fontanı da qəşəngdir. Ərəb dilində də yuxarıda nələrsə yazılıb. Yəqin ki, İslamdan ya da Qurandan nəsə bir ayətlər falandır. Gərək öz şəklimi çəkimi Instagram üçün. Instagramda xodlamışam. Hər biri, bunların hər biri ayrı-ayrı kəsilib, yapışdırılıb. Maraqlı mozaikadır. Hər biri. Yəni bunun üçün, wow. Bayağı zaman xərclənilib, çox həddindən artıq bax. Hər bir detal fərqli-fərqli kəsilib, yapışdırılıb, kəsilib, yapışdırılıb. Rənglər. Maraqlı mozaikalı bir bina oldu. Yəni bizdə də var da belə bir şeydə. Şəkin Xan Sarayına oxşuyur. Belə əslində maraqlıdır. Sadəcə maraqlı olan odur ki, birincisi, bura çox həm dar, amma olduqca da belə geniş, pəncərəsiz və qapıları da bu cür sanki türmə qapılarıdır. Yəni, tələbələri cəzalandırmaq üçünmü bura salıblar, yoxsa təhsil almaları üçün anlamadım onu. Burada da belə yeraltı keçid var. Oy. Belə üstü də var. Demək olar ki, işıqlandırma sistemi elə günəş sistemi iləndir. Heç işıqlara, elektrikə ehtiyac yoxdur. Seksiya-seksiyadır. Hər yeri. Hamısının da üstü açıqdır. Yəqin oradan yağış yağanda, buradan trap sistemləri var da, su gedir. Eyni sistem burada da var. Maraqlıdır. Mozaik olaraq burada da bunlar nə iş görür? Bunlar televizorda göstərir. Əl işləri ilə necə? Restavrasiya ediblər, yəqin onu çəkib göstərirlər. Və növbəti bir otaq. Buna bax. Çıqqılı dar. Yəni əyilib girirsən də içəri. Bu nədir ki belə? Allah, heç nə başa düşməyim. Bunların evləri də belədir. Burada nə var burası? Aha, burada nəsə var üstə. Nədir ki belə var üstə? Çıxıb orada yatırmış. Anlamadım mən. İkinci mərtəbəyə necə çıxacam deyirəm. Fırlandım, gəldim çıxışa, eyni yerə. Bura ikinci mərtəbəymiş.
Trappa up the floor. Buradan ulu yavaş. Buradan çıxırsan. Çıxışı buradan imiş. Çox əzayibdir. Əlləm-qəlləm belə. Qərbə-qərbə fırlanırsan. Qapılar balaca. Dar-dar otaqlar. Gəldin. Çıxdın buradan, girdin. Wow. Bunun pəncərəsidir ki. Xoşuma gələn odur ki, hər bir otağın üstü düzdür, o yəqin ki, yanğın söndürmə şeylərini yeni əlavə ediblər, amma naxışlar falan, bina hamısı qədimi və köhnədir. Mərakeşin gecə həyatı çox maraqlıdır əslində. Sən faytonlar falan. Sadəcə növbəti maraqlı olan bir şey var ki, at sidiyi, atlar bir yerdə qaldığı zaman sıçırbulayır. Düzdür, o altlarına belə şey bağlayıblar ki, o batıranda peyinləri şəhərə dağılmasın. Amma bunu, məsələn, deyək ki, sidiyi ilə bağlı eləməyiblər. Ona görə də bütün şəhərdən əsasən də bu hissəsindən sidiyi gəlir konkret olaraq. Yəni, atların getdiyi, hərəkət elədiyi küçələr var. Oralar konkret olaraq iyilənir, sidiyi iyilənir. Yəni, şəhər rəhbərliyi ən azından bununla bağlı bir tədbir görə bilər də. Burada suluya bilərlər o tərəfləri, nə bilim, sidik təmizlənə bilər. Bax, peyini zadı tökülüb yerə. Konkret olaraq gəzənlərin yəqin ayağına zadına batır. Diqqətli olmaq lazımdır. Amma şəhər demək olar ki, yatmır da. Gecə vaxtı bütün şəhər oyaqdır, millət, turistlər, yerli cəmaat da, hamısı yəni qaynaşır. Səs, güy, dəlixanadır bir sözlə. Burada millət yığılıb. Qardaş, necə atdı başına, çəkmə. Yəni, normal bir şey olsa deməz də ki, çəkmə. Qorxulu bir şeydir ki, deyir, çəkmə. Maşenlik. Ərəbdir də, yəni, fırıldaq gəlir. Cəmaatın başını anladı, pul qazanır. Amma qəşəng görsən, romantiklik. Romantiklik. Burada çox qəşəng ayaqüstü restoranlar var. Restoran nə idi ya? Restoran demə. Xətrimə dəyirsən. Bu şeylər var. Nədir? Lafqalar belə. Lezzetli. Çöp şiş, nə bilim, şiş kebablar. Çöpdə də belə xırda yüngül var. Qiymətlərini bilmirəm, maraqlanmamışam. Amma gecə şəhər yatmır da, demək olar ki, hamı oyaqdır. Bunu dünənlərdə gördüm. Belə kola, fanta butulkalarını qoyublar. Çubuğu alırsan əlimə. Başlayırsan bunun hansısa birini tutmağa. Hoppa. Qaqaş birini tutdu. İndi onu nətər götürəcək mənim başım üçün. 50 dirhemdir. Aha, bu göstərir 50 dirhem. Yoxsa 5 dirhem. 5 dirhemdir deyəsən. Biz Azərbaycanlı yox şəhətlər. Nəysə ki də yeməkləri çəkib. Dın.
Evet, burada ürəyin nə istəyir tapa bilərsən. Aleyküm salam. Ha? No, thanks. I have it. Çok şiş. Həcı yaradır. Oh maşallah. 1 million for Deyirəm, milyonla bitdi. Oldu bu dəqiqə. Kim səni gördü, dəvət eləyir də, gəl. Özdə hamısı fransız dilində danışır. Elə bilirlər, mən də fransız dilində danışıram. Ağaş, mən fransız dilini bilmirəm, həcə. Burada da meyvələrdir, tərəvəzlərdir, hamısı. Yəni, kim gördü, çağırır da, gəl bir şey al. Mütləq bir şey almalısan. Biraz yox deməyi bacarmasan, batdın da. Konkret olaraq batdın yəni. Çünki hər yerdə bir şey yesən, heç nə. Biabırçılıq. Amma yaxşıdır, bütün şəhər. Bir də ki, dişləri mırıq olan həddindən artıq çox insan gördüm. Bunların kalium, kalsium problemi var. Ayda, bu qəşəng formalardır. 180 dirhəmə. Bizdə onun kilosu 220 kron. Elə təxminən eyni qiymətdədir burayla. Deyirəm də, bəzi şeylərdə ətin zadın qiymətinə baxdım. Ətin qiyməti 180 kron, 170 kron, İsveçin kron. Yəni 17 avro, 15 avro. Nə bilim, deyək ki, toyuq ucuz idi biraz, hə. Toyuq biraz ucuz idi. 35 dirhəm idi, 3 avro, 30 kron. Elə İsveçdə də elədir, hə. Yəni İsveç qiymətinə də demək olar ki, bütün hər şey. Və yaxud da Avropa qiymətinə. Almaniyada da ətin kilosu eynidir, toyuğun kilosu eynidir. Çox maraqlıdır. Həyat standartı aşağı, amma qiymətlər baha. Yəni bunlar üçün, bizim üçün təbii ki, qəşəngdir qiymətlər. Yaxşıdır, yaxçıdır.